Məncə, niyə? Çünki bir sual gəlmişdi ki, inşallah mən də universiteti bitirəcəm və sizin kimi influencer olacağam. Yəqin ki, sənin kimi demək istəyir, sual sənə gəlmişdi. Mən də dəvət eləyərsiniz verilişə falan. Amma qızlar, bir söz deyim ki, mənə görə bütün sahələrdə elm, savad önəmlidir. Kim nə deyir desin. Sözsüz ki, yəni lazım olur hər yerdə. Adi məsələn influencersan, sənə bir bu gəlib də sənə. Bunu təqdim etmək üçün belə sənə söz bazası lazımdır. Təqdim etmə bacarığı. Ən azından Azərbaycan dilini heç olmasa yaxşı bilməlisən deyə düşünürəm. Qaldı ki, elm, təhsil bu hər şey. Ay, mən tez universitet qutaracam, gedim cəmaata influencer olum. Sizə PR bokslar gəlsin, yəni yaxşı işdə işləyərsən, bu ay birini alarsan, gələn ay birisini alarsan. Yəni qibdə etdiyiniz və yaxud da ki, kumrə çevirmək istədiyiniz şəxslərin biraz da bazasına baxın deyir. Bu mənim düşüncəmdir. Mən həmişə xanımlara deyirəm, xüsusən də xanımsansa, mənə elə gəlir ki, təhsil çox vacibdir. Təhsil vacibdir. Ondan sonra onun yöndə mi gedərsən, başqa yöndə mi gedərsən, əzm verərsən, amma təhsili al.